Gəlin başlayaq birinci sualdan. Şərtdə deyilir ki, aşağıda eyni bir maddi nöqtənin müxtəlif hərəkət tərinlikləri verilmişdir. Hansı halda maddi nöqtəyə ən kiçik əvəzləyici qüvvə təsir edir? Biz Newtonun ikinci qanunundan bilirik ki, hansı ki əvəzləyici qüvvəmiz F əvəzləyici bərabərdir. M vurulsun A-ya bərabərdir. Buradan əvəzləyici qüvvə aydındır ki, təcillə düz asılıdır. Deməli, mən əvəzləyici qüvvənin ən kiçiyini istəyirəmsə, təcilin də ən kiçik olanına baxmalıyam. Fikir versəz, variantlardan da aydın görünür ki, bu bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkətdə koordinatın zamandan asılıq tənliyi x bərabərdir. x0 üstə gələk v0 xt üstə gəlinsin. Ax t kvadratı bölə 2 şəklindədir. T kvadratının qarşısındakı bizə ax bölə 2-ni verəcək. Fikir verin, t kvadratının qarşısında A variantında 6 vardır. Məsələn, ax bölə 2 bərabərdir 6-ya yazırıq. Buradan ax tapanda 6 vurulsun 2, 12 olacaq. Deməli, mən 2-yə vurmalıyam. Baxın, A variantında 2-yə vuranda 12 olur. C variantında t kvadratının qarşısındakı 5-i 2-yə vuranda olacaq 10. Y-də 2-yi vuranda 2-yə 4. B-də 3-ü vurursunuz 2-yə 6. D-də isə 1-in qarşısındakı t kvadratının qarşısındakı 1-i vuracaqsınız 2-yə. Ən kiçiyi soruşur. Baxın, görək indi bu 12, 14, 6 və 2-dən hansı ən kiçikdir? 2 ən kiçikdir. Deməli, onda cavabımız olacaq D bəndi.